Davam edək. Bu ay əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qurumdan o da bildirilib ki, noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib. Daha ətraflı məlumatları isə xüsusi müxbirimiz Fidan Mədətova çatdıracaq. Salam Fidan, buyur söz səndə. Salam Gülşən, müəyyən qədər informasiyaları verdiniz, detallı şəkildə məlumatlara toxunmağa çalışacağıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin tabirində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üzrə müavinət, təqaüd və ünvanlı sosial yardımlar ödənilib. Bununla da noyabr ayı üzrə bütün ödənişlər başa çatıb deyə bildirilir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin rəsmi açıqlamasında. Elə yeri gəlmişkən bir neçə məqamı xatırlatmaq istəyirəm. Hansı ki, bundan bir neçə gün əvvəl elə məhz həmin istiqamətdə digər bir informasiyanı sizlə bölüşmüşdük. Hansı ki, noyabr ayının 7-sində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eyni zamanda Naxçıvan Muxtar Respublikası üzrə pensiya ödənişləri həyata keçirilmişdi. Noyabr ayının 21-də bölgələr üzrə ödənişlər ödənildi. Həm pensiyaçılar üçün, eyni zamanda güzəştli şərtlərlə pensiya alanlar üçün. Və bugün, yəni noyabr ayının 26-sında isə az öncə də qeyd elədiyimiz kimi müavinət, təqaüd və ünvanlı sosial yardımların hamısı tamamilə ödənildi və bununla da noyabr ayının bütün ödənişləri başa çatdı deyə bilərik. Və digər bir açıqlamada sizin də qeyd elədiyiniz kimi Nazirlikdən digər bir statistik məlumatlar da açıqlanıb belə sözü gedən istiqamətdə. 2025-ci ilin oktyabr ayı ərzində əlilliyə görə 252 min nəfərdən çox şəxs pensiya, 222,6 min nəfərdən çox şəxs isə aylıq müavinət alıb və eyni zamanda bildirilir ki, 90,6 min nəfərdən çox şəxs isə prezident təqaüdü alıb deyə bildirilir. 2025-ci ilin oktyabr ayından söhbət gedir, lakin az öncə bölüşdüyümüz informasiyalarda 2025-ci ilin noyabr ayı üzrə həyata keçirilən ödənişlərdən danışırdıq və elə 2 ayın da demək olar ki, statistik məlumatları, eyni zamanda pensiya, təqaüd və güzəştli şərtlərlə hər hansı ödənişlər alan ünvanlı sosial yardımlar, müavinət, prezident təqaüdləri və bununla bağlı noyabr ayında hansı tarixlərdə ödənişlərin həyata keçirildiyini və bugün artıq bütün ödənişlərin tamamlandığı ilə bağlı olan informasiyaları sizlə bölüşməyə çalışdıq. Nazirin rəsmi açıqlamaları idi, mənim sizlə bölüşdüyüm informasiyalar, əldə etdiyimiz bütün məlumatları sizlə bölüşməyə çalışdıq. Gülşən, hələ ki məndən bu qədər, söz yenidən sizdədir. Təşəkkürlər Fidan. İndi isə Azərbaycan yol üstü nəqliyyat